Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Əziz və dəyərli müsəlman bacı və qardaşlar. Sizlərə bir video daha çəkmək istəyirəm ki, bu videoda Xürrəmi hərəkatı haqqında, yəni Xürrəmi cərəyanı haqqında, Babək haqqında sizlərə məlumat vermək istəyirəm. Yəni bir müsəlman Xürrəmi hərəkatını, Xürrəmi cərəyanını və ya Xürrəmi məzhəbini doğru olaraq, doğru bir üsyan olaraq qəbul etməlidirmi? Eyni zamanda bu bir üsyandır. Dövlətə qarşı çıxmadır. Bunu doğru olaraq qəbul etməlidirmi? Bunun safında durmalıdırmı? Tərəfini tutmalıdırmı? Və ya Babəkin tərəfini tutmalıdırmı? Bir qəhrəman olaraq onu qəbul etməlidirmi? Burada qeyri-müsəlmanlardan yox, müsəlmanlardan bəhs edirəm. Yəni müsəlmanlar Babəkin tərəfini tutmalıdırmı? Onu bir qəhrəman gözü ilə görməlidirmi? Və Xürrəmi hərəkatı hansı dinə bağlıdır? Hansı dinin bir məzhəbidir? Və ya məzhəbidirmi? Hansı dinlə bir əlaqəsi var və ya başqa hansı hərəkatlarla, cərəyanlarla bir əlaqəsi var? Və bunun da davamında Babəklə savaşan Afşin də Abbasi xəlifəliyinin, Abbasi dövlətinin böyük türk komutanlarından biridir ki, Afşin də soy olaraq türk, din olaraq bizim kimi bir müsəlman idi. Və Afşin Babəkin üsyanının, Xürrəmi üsyanının yatırılmasında, xüsusilə də Babəkin üsyanının yatırılmasında böyük rolu olan şəxsdir. Biz Afşinə necə baxmalıyıq? Afşin bir xaindirmi? Və ya bir qəhrəmandırmı? Ona hansı gözlə baxmalıyıq? Bunun ətrafında bir neçə video çəkmək istəyirəm. Bunlardan ilk videomuz Xürrəmi hərəkatı haqqında olacaq. İlk öncə Xürrəmi hərəkatının nə olduğunu, Xürrəmi cərəyanının nə olduğunu bilək, anlayaq. Bu xüsusda tarixçi alimlər zamanında nə yazıblar, nəyi bizə nəql ediblər? Bir bunlara göz yetirək, bir baxaq. Xürrəmiyyə ifadəsi məcusiliklə eyni mənalı istifadə edilən və yaxşı, düzgün din mənasını verir. Girişimizdə, bax nə dedik? Məcusiliklə eyni. Məcusilik bir dindir. Yəni haqq olmasa da onun bir qurucusu vardır, ortaya çıxaran vardır. Biz müsəlmanlara görə batil olan bir dindir, məcusilik dini. Xürrəmiyyə ifadəsi məcusiliklə bir əlaqəsi, bir bağı vardır. İlk başda bu şəkildə başlamış oldu. Bu firqə, yəni Xürrəmiyyə firqəsi olaraq da adlanır. Yəni Xürrəmi firqəsi Xürrəmiyyə olaraq da adlanır. Amma firqənin bu adı almasının səbəbi tam olaraq %100 dəqiq məlumatlar ətrafında bizə bildirilmir. Bir çox məlumatlar var ki, bu səbəbdən dolayı Xürrəmiyyə olaraq adlandırılıb, amma %100 dəqiq deyil. Müsəlman müəlliflərin əksəriyyəti firqə mənsublarının hər şeyi xoş və mübah saydıqlarını nəzərə alaraq kəlmənin farsca Xürrəm, yəni şən, şad ismindən gəldiyini irəli sürürlər. Hətta Məzdəkin təliminin qədim bir mərkəzi olan Ərdəbil yaxınlığındakı Xürrəm qəsəbəsinə Xürrəmiyyə adlı bir dağa və ya Bəlxin Xürrəməbad kəndinə nisbətən firqənin bu adla adlandırıldığı şəklindəki fikirlər də iddia edilmişdir. Yəni burada Məzdəkiliyə artıq yaxınlaşır. Məzdəkilik də sapıq bir firqədir. Bundan başqa ərinin öldürülməsindən sonra əvvəlcə Mədainə, daha sonra Rəyə qaçan və məzhəbi orada yaymağa çalışan Məzdəkin arvadı Xürrəməyə görə də firqənin bu adı aldığı deyilir. Xürrəmə Məzdəkin həyat yoldaşıdır. Məzdək bir məcusiliyin davamı olaraq İslam gəldikdən sonra ortaya çıxan bir dindir. Bunu da Məzdək ortaya çıxarmışdır. Məzdək öldükdən sonra bunun həyat yoldaşı bu məzdəkiliyi yaymağa davam etmişdir. Bununla da Xürrəmiliyin bir əlaqəsi olduğunu biz görürük.
Məzdəkiyyə miladdan sonra 5-ci əsrdə İranda ortaya çıxan dualist və gnostik xarakterli islahatçı dini hərəkətdir. Xürrəmiyyə bəzən Məzdəkiyyə ilə eyni mənada istifadə edildiyi kimi fərqli də düşünülür. Qırmızı rəngli paltarlar, işarələr və bayraqlar istifadə etdikləri üçün Xürrəmiyyədən Mühəmmirədəyə bəhs edən İbn Nədim bu adlı məzhəbin bir hissəsini deyil, ümumilikdə Məzdəkin hərəkətini nəzərdə tutur. Yəni bu eynilə Məzdəkilik məzhəbidir, yəni Xürrəmiyyə. Xürrəmiyyəni iki qrupa ayıran Abdülqahir Əl-Bağdadi isə birinci qrupun İslamdan əvvəlki Məzdəkilər, digərinin də onların davamı olan Babəkiyyə və Məzyariyyə firqələri olduğunu söyləyir. Bu ikinciləri, yəni Babəkiyyə və Məzyariyyə Xürrəmdiniyyə adı ilə zikr edilir. Bağdadinin bu ifadəsindən Xürrəmiyyənin İslamdan sonraki Xürrəmiyyə olduğu şəklində bir nəticə çıxarmaq mümkündür. Əvvəllər İranda Cibal bölgəsində sıx halda yaşamalarına baxmayaraq Məzdəkilərdən bəhs etməyən İslami mənbələrin Keysəmiyyəyə bağlı həddindən artıq Şiə ünsürlərlə birləşərək Əməvi dövrünün sonlarına doğru çıxardıqları üsyanlardan sonra bu firqəni ələ aldıqları görünür. Bu xüsusdakı ilk rəvayətlərdən biri Abbasi daisi, yəni fədaisi Xidaşın Hicri 118, miladi 736-cı ildən əvvəl Nişapur və Mərvdə fəaliyyət göstərdiyi xürrəmilər kimi düşündüyü və sərbəst cinsi münasibətə icazə verdiyi formasındadır. Sərbəst cinsi münasibətə icazə verməsi ilə xürrəmiliyin mənim dinimlə bir əlaqəsinin olmadığını apaçıq anlayıram və mən əsla və əsla xürrəmi hərəkatının tərəfdarı ola bilmərəm. Dinim bunu mənə qadağan edir. Əbu Xatim Ər-Raziyə görə Abdullah bin Muaviyyənin ifrat dərəcəsində tərəfdarı olan və onun ölümündən sonra özlərinə fərqli liderlər seçən Harisiyyə firqəsi də Xürrəmiyyə adı ilə anılmışdır. Bundan Harisiyyə və Xidaşiyyənin Xorasan və Qərbi İranda qismən ətrafdakı köhnə məzdəkilərdən təşəkkül etmiş və Abdullah bin Muaviyyə tərəfindən bir müddət nəzarət altında saxlanılmış olması nəticəsi çıxarıla bilər. Qərbi İran təxmini Cənubi Azərbaycan əraziləri nəzərdə tutulur. Ümumilikdə İslami müəlliflərə görə Xürrəmiyyə firqəsinin quruluş məqsədi hakimiyyətin ərəblərdən əcəmlərə keçməsini təmin etməyə əsaslanır. Əcəmlərdən də qəsd farslardır. Çünki farsların dövləti yıxıldı. Ərəb müsəlmanları Fars dövlətini yıxdılar Həzrət Ömərin zamanında. Onlar bu dövləti və məcusilik dinini geri qaytarmaq uğrunda bu üsyanlara başlamışdılar. Bundan dolayı Əməviləri ortadan qaldıran ixtilalın lideri ərəb hakimiyyətinə qarşı İranlıların özlərini isbat etməsinin simvolu qəbul edilən və sonunda Abbasi zülmünə uğrayan Xorasanlı Əbu Müslim Məzdəki xürrəmilərə ən çox təsir edən şəxs olmuş, daha sonra da Xürrəmiyyə ilə Əbu Müslim tərəfdarlığı eyniləşib birləşmişdir. Bu səbəblə bir çox müəllif Xürrəmiyyəni Əbu Müslimi imam, peyğəmbər və hətta Allahın hülul etdiyi kimsə olaraq qəbul edən Müslimiyyə ilə eyni firqə olaraq qəbul etmişdir. Yəni Əbu Müslimin davamçıları eyni ilə bu Xürrəmiyyədir. Xürrəmiyyə nə etmişdir? Əbu Müslimi özlərinə qəhrəman seçmişdir. Əbu Müslim sapıq etiqadi görüşlərindən dolayı edam edilmişdir. Onun ölümündən sonra Əbu Müslimi nə etdilər? Peyğəmbər olaraq elan etdilər və hətta Allahın ona hülul etdiyi şəxs, yəni Allah bir növ onun içinə girib, onunla eyniləşib. Yəni bu sapıq bir etiqaddır.
və bunlar bu etiqadları uğrunda savaşıblar. Bəzi mənbələr Xürrəmiyyəni Əbu Müslimin öldürülməsindən sonra onun radikal Abbasi əleyhdarı olan tərəfdarları şəklində izah edir. Bunlar o dövrün radikal cərəyanları olublar. Məsudiyyə görə Xorasan Xürrəmiyyəsi Əbu Müslimin Hicri 137, miladi 755-ci ildə xəlifə Mənsur tərəfindən edam edilməsindən sonra aydın bir şəkildə ortaya çıxmış. Bunların Müslimiyyə deyə anılan hissəsi Əbu Müslimin ölmədiyini və əsla ölməyəcəyini və dünyada ədaləti hakim qılacağını iddia edərkən digərləri onun ölümünü qəbul edərək yerinə qızı Fatimənin imam olduğu düşüncəsini mənimsəmişlər. Fatimiyyə adını alan bu firqənin mənsubları Fatimənin nəslindən gələcək bir şəxsin yer üzünə hakim olacağına və Abbasi idarəsini yıxıb öz səltənətini quracağına inanırdılar. Yəni bu cür saflıq, ehtiyac olmayan lazımsız düşüncələr və görüşlər. Bunların hamısının təməlində öz məcusi və Fars dövlətlərini yenidən qurmaq, müsəlmanların birliyini yox etmək idi. Əbu Müslimin edam xəbərinin yayılması üzərinə onun köhnə dostlarından olan Sindbad adlı bir şəxs üsyan edərək Məzdəki Şiə və Zərdüştlərdən ibarət bir ordu ilə Nişapurdan Reyə hərəkət etdi. Niyə Məzdək və Zərdüştlər və ya digər firqələr, məzhəblər bir araya gəlirlər? Ortaq cəhətləri nədir görəsən? Cibal və Təbəristandan toplanan qüvvələrlə güclənən Sindbad ərəb hakimiyyətini sona çatdırıb Kəbəni yıxacağını, Əbu Müslimin ölməyib qısa bir müddət sonra Mehdi olaraq ortaya çıxacağını irəli sürdü. Niyə Kəbəni yıxacaqlar? Bunların bu niyyətləri tamamilə İslama qarşı. İslamı yox etmək, müsəlmanların birliyini yox etmək və öz dövlətlərini, köhnə Fars imperatorluğunu yenidən qurmaq olub. Nəticədə Sindbad 70 gün sonra məğlub edilərək öldürüldü. Beləliklə Xürrəmiyyənin ilk üsyanı yatırılmış oldu. Bundan qısa bir müddət sonra Əbu Müslimin ölmədiyini, Rey dağlarında yaşadığını, onun Zərdüştün dinini islah edəcəyini iddia edən İshaq Ət-Türk Məvəraünnəhirdə yeni bir üsyan başlatdı. Lakin onun fəaliyyətləri və üsyanının nəticəsi haqqında mənbələrdə dəqiq məlumatlar yoxdur. Əbu Müslimin ölümündən təxminən 20 il sonra ortaya çıxan Rizamiyyə firqəsinə mənsub olduğu bilinən və Məvəraünnəhirdə bir ixtilal hərəkatının liderliyini edən Müqənna Əl-Xorasaninin fəaliyyətləri də İslam mənbələri tərəfindən ümumilikdə Xürrəmiyyə hərəkatının bir davamı olaraq qəbul edilir. Hicri 2, miladi 8-ci yüzyılın ortalarında İranın qərbindəki Məzdəkilər də yaygın olaraq Xürrəmiyyə adını istifadə edirdilər. Hicri 162, miladi 779-cu ildə Gürcanda üsyan edən Mühəmmirə Müslimiyyə ilə davalarını birləşdirmək surəti ilə Əbu Müslimin sağ olduğunu və çağını islah edəcəyini irəli sürmüş və onun gənc nəvəsi Əbul Qəzanı özlərinə lider seçib Reyə qədər irəliləməyə müvəffəq olmuşdularsa da Ömər bin Alə qüvvələri tərəfindən məğlub edildilər. Bunlar tarix boyu bu şəkildə olub. Bir davaları var, öz davalarına lider olaraq insanları o liderin ətrafında toplaya bilmək üçün özlərinə bir lider seçirlər. Əgər özlərinə bir lider seçməsələr, bir qrup insanın ki bir davası var, məsələn Zərdüştlüyü yenidən ihya edəcəklər və ya Fars imperatorluğunu yenidən ihya edəcəklər. Bunu edə bilmək üçün özlərinə insanların çoxunun qəbul etdiyi bir lideri özlərini seçmələri lazımdır. Əbu Müslim özlərinə lider seçirlər və neynirlər? Onun nəvəsini yetişdirirlər və özlərinə onun nəvəsini lider seçirlər ki, ona inanan insanlar da onun ətrafında yetişsin, onun ətrafında birləşsin və bu uğurda savaşsın deyə. Yəni bunların, bu üsyanların ola bilməsi üçün insanların özlərini bu dava uğrunda fəda etmələri lazımdır. İnsanlar da bu yola bir şəkildə çəkmək lazımdır. Əgər ki, özlərinə Əbu Müslim və ya onun kimi bəzi insanların güvəndiyi insanları özlərinə baş olaraq seçməsələr, o ölüb gedib. Amma
Hələ yox ölməyib deyirlər və onun adından istifadə edirlər. Sanki onun davası bunların davasıdır kimi adından istifadə edib öz məqsədləri uğruna, öz çirkin məqsədləri uğruna bu işləri edirlər. Və bundan sonra da zaman-zaman İsfahan, Gürcan, Azərbaycan, Həmədan və Reydə müxtəlif üsyanlar çıxaran Xürrəmilər dövlət qüvvələri qarşısında dayana bilməmiş, dağılmışlar. Burada Azərbaycandan məqsəd bugünkü Azərbaycan Respublikası deyil. Buradakı Azərbaycandan məqsəd tarixi kitablarda, ansiklopedi kitablarına baxdığımız zaman buradakı Azərbaycandan məqsəd bugünkü bizim Cənubi Azərbaycan dediyimiz Azərbaycan torpaqlarının bir parçası olan, bugün də İranın daxilində olan o Azərbaycan coğrafiyasıdır. Yəni Cənubi Azərbaycandan qəsd olunur bu kitablarda. Xürrəmiyyənin Ərəb və İslam əleyhdarı hərəkatı Babək əl-Xürrəminin Hicri 201, 223, miladi 816 və 838-ci illəri arasında Azərbaycanda başlataraq davam etdirdiyi üsyanla zirvəyə çatdı. Yenə bu Azərbaycandan qəsd olan, zikr edilən yer Cənubi Azərbaycandır. Mə'mun və Mutasım dövrlərində 20 ildən artıq bir müddət dövlət qüvvələrini məşğul edən bu üsyan Mutasımın komandanı Afşin tərəfindən Bəz qalası zəbt edilərək Babəkin yaxalanaraq öldürülməsinə qədər davam etdi. Və Bəz qalası da Cənubi Azərbaycandadır. Bundan anlaşılır ki, Babəkin dövründə ki, Xürrəmi hərəkatı, çünki daha öncə başlayıb Xürrəmi hərəkatı və sonra bir dönəm gəlir ki, o dönəmdə Babək Xürrəmi hərəkatına başçılıq eləyir. Babəkin zamanındakı Xürrəmi hərəkatı yenə eyni ideoloji üzərinə, eyni inanış üzərinə davam edir, amma mərkəzi haradır? Bəz qalasıdır. O zaman da soyu, əsli türk olan, dini müsəlman olan, İslam dininə xidmət edən komutan Afşin tərəfindən Bəz qalası zəbt olunur və Babək öldürülür. Babəkin ölümündən sonra da Hicri 300 və miladi 912 və 913-cü ilinə qədər İsfahanda müxtəlif aralıqlarda üsyanlar görülür. Hicri 4-cü və miladi 10-cu əsrdə Fars, Əhvaz, İsfahan, Burç, Saymərə, Dinəvər və Qum, Rey, Kaşan, Təbəristan dağları, Erminiyə, Gürcan və Xorasanda da müxtəlif Xürrəmi qruplarının mövcud olduğu mənbələrdə qeyd edilir. Xürrəmiyyənin Hicri 6, miladi 12-ci əsrdə Həmədanın şimal-qərbindəki Ənsabaz, Dərkəzin və Cənubi Azərbaycanda tapılması firqənin ən son xatırlanmaları olaraq görülür. Xürrəmiyyə öz arasında müxtəlif firqələrə ayrılmışdır. Məsudi öz zamanında bunların Kudəkiyyə və Ludşahiyyə olaraq iki hissəyə ayrıldığını, bu iki firqənin əksəriyyəti təşkil etdiyini qeyd edir. Mənbələrdə İslamdan əvvəlki İran inancları və İfrad Şiə düşüncələrinin təsiri altında qaldığı bildirilən Xürrəmiyyənin inanc və ibadətləri haqqında ən sağlam məlumatları firqə mənsubları ilə şəxsi təmaslar qurub kitablarını oxumaq surəti ilə əldə etdiyini bildirən Mütəhhər bin Tahir əl-Məqdisi Xürrəmiyyənin nur və zülmət əsasını qəbul edən, tənasüxə inanan dualist bir firqə olduğunu söyləyir. Bu firqə mənsubları ruhun əməllərinə görə bədəndən bədənə keçərək cəza və ya mükafat gördüyünü irəli sürür. Və bununla da bunun İslamdan başqa bir din, başqa bir firqə, başqa bir məzhəb olduğu anlaşılır. Bu inanış İslama ziddir. Bir müsəlman belə bir firqənin, belə bir hərəkatın, cərəyanın tərəfdarı ola bilməz. Bu arada ruhun heyvan cəsədlərinə keçməklə əzab görəcəyi də qəbul edilir. Yenə sapıq bir inanış. Həmçinin bütün ruhların yenidən dünyaya dönəcəyi şəklində ricatə bənzəyən, yəni geri dönüşə bənzəyən bir növ tənasüxə də inanırlar. Kitabları və əqidələri nə olursa olsun, bütün peyğəmbərlər tək bir ruhdan ilham alırlar. Peyğəmbərlərə gələn vəhiy heç vaxt kəsilməz.
Qüsl, namaz, oruc, həcc və zəkat kimi əsas ibadət mövzuları ilə əlaqəsi olmayan bu qrupa görə bir dinə inanan hər kəs mükafat ümid edib cəzadan qorxduğu müddətcə doğru yoldadır. Cəmaatlarına pislik etməyən və dinlərinə dil uzatmayan kimsəyə pislik etmək və ya beləsini alçatmaq doğru deyildir onlara görə. Ayaqlanma kimi bir vəziyyət olmadıqca qan tökməkdən şiddətlə qaçılmalıdır. Əbu Müslimə qarşı duyulan sevgi Xürrəmiyyənin bütün firqələrində görülən bir xüsusiyyət olub, onu öldürdüyündən dolayı Əbu Cəfər əl-Mənsura lənət oxuyarkən Fatimə binti Əbu Müslimin oğlu Mehdi bin Feyruza salavat və salam edib rəhmət diləyirlər. Hüquqi problemlərini həll etmək üçün müraciət etdikləri imamları və firiştə, yəni mələk deyilən dini rəhbərləri vardır. Şərab və digər spirtli içkiləri içmək ən xeyirli və bərəkətli bir hərəkət olaraq qəbul edilir. Bu arada Masabəzan və Mihricanı Qazaxda gördüyü kəslərin təmizliyə son dərəcə riayət etdiyini, insanlar qarşı yaxşılıq və şəfqətlə davrandıqlarını bildirən Məqdisi bunlardan bir qisminin qadınların razı olması halında sərbəst cinsi əlaqənin və hər hansı bir kimsəyə zərəri toxunmadığı təqdirdə nəfsin arzu etdiyi hər şeyin mübah olduğuna inandığını qeyd edir. Xürrəmiyyənin məzdəkiyyə təməlləri üzərinə qurulmuş bir sistem olduğu bütün bunlardan anlaşılmış olur. Allahın izni ilə bir dahaki videoda məzdəkiyyə dini və ya məzhəbi və ya cərəyanının nə olduğu, necə ortaya çıxdığı haqqında sizlərə məlumat verməyə çalışacağam Allahın izni ilə. Rəbbim çəkmiş olduğumuz bu videolardan insanların, cəmaatımızın öyrənib faydalanmasını nəsib etsin. Velhamdülillahi Rabbil alemin.